Ata olanda bildim, övlad nədir? Yaş deyil ki yeri, yatanda gözünə işıq düşmür ki. Niyə soyuqdur əlləri? Görəsən gecələr üşümür ki. Bu qayğı, bu nigaranlıq ata olandan sonra mənə tanış oldu. Külək-külək, isti-isti, soyuq-soyuq, yağış oldu. Mən ana məhəbbətindən doymamışam, əgər doymaq mümkünsə. Anam məhəbbətini 100 yerə böldü. Vaxtını, qayğısını, gözünün işığını, ürəyinin taqətini, bir insan gücündən qat-qat çox olan işini bölən kimi. Yaddaşımın cığırına düşüb gedirəm bu günlərdən dünənlərə. Yəqin hər şey belə qəribə gəlir, riqqətli gəlir, illərdən sonra yenidən doğma yurduna dönənlərə. Sözlərini xatırlayıram ana. Soyuqdur, qayıt pencəyini giy. Öz-özümə təəccüblə deyirdim, soyuq hanı? O zaman bilmirdim. Saxta sazaq deyil, nigaranlıq üşüdür ananı. Bəlkə bulud gəldi göyə. Bəlkə gec qayıtdın evə, bəlkə yağış yağdı, su keçdi ayaqlarına. Səhərdən gün ortaya necə qalacaqsan məktəbdə ac qarına? Bir dayan, qulaq as. Bütün bu suallara, bu nigaranlığa bir cavab verərdim. Heç nə olmaz. Gecənin bir vaxtı üzümdə bir nəfəs duyardım. Sən idin. Əyilib nəfəsimi yoxlayan, qızdırması yoxdur ki. Nə biləydim ki, mən beşikdə yatanda, yuxuda qovlayanda qanadları əlvan kəpənəkləri gecə yarı, sən dağda darılar, sümbülü sarılar deyə mənə qurban verirdin qoca qarıları. Tez-tez könlümə laylan düşür, könlümə nağılın düşür. Elə düşür ki, göynəyinə dözə bilmirəm. İstəyirəm, qaça-qaça qayıdım uşaqlıq günlərinə, bir-bir atam yollara şöhrəti, adı, imtiyazı, nəyim var? Kitab, dövlət, yazı. Dənizə həsrət bürküdən təng adam paltarını soyunub dalğaların qoynuna atılan kimi atılam çılın çırpaq uzaq günlərin axınına. Körpə quşlar özünü günəşə verən kimi o günlərin xoşluğuna verəm qəlbimi. Yaşım 60-a yaxın. Qəlbimdə, beynimdə illərin yükü. Oturmuşam otağımda. Xəyalım illərin uzaq-uzaqlığından qayıdıb yorğun arğın. Məni düşmən qoşunu kimi aralığa alıb dilsiz divarları otağın. Səsim çatmır, önüm yetmir deyəm ana. Ay ana, bir cırtdan nağlı danışsana. İlləri arxada qoydum, yol dirəkləri kimi. Bir zaman su altında kim çox qalar deyə yoxlayırdım qəlbimi. Ağır-ağır əlini yeyin-yeyin yüzü sayınca. İndi nazik bir luvvaz kimi qorxa-qorxa gəzdirirəm onu. Sakit ola bilmirəm o sakit olmayınca. Səsim çatmır, önüm yetmir deyəm ana. Ay ana, bir cırtdan nağlı danışsana. Ayağına tikan necə batdı? Görəsən, onun ayağı da tikandan mənim ürəyim kimi ağrıyırdı mı? Nənəsi tikanı çıxartdı, atdı təndirə. Ürəyin ağrısını da çıxarıb atmaq olarmı tikan çıxaran kimi? Əgər olarsa ana, and içirəm südünə. Mən qayıtmaram üstünə ağrımı geri ver deyə.
neyliyim? Səsim çatmır, ünüm yetmir deyəm ana. Ay ana, bir cırtdan nağılı danışsana. Cırtdan necə gah o kola, gah bu kola düşdü. Cırtdan necə üşümüşdü. Ayağında tikan necə gəldi cırtdan. Sonra çörəyi götürdü, qaçdı eləmi? Yoxsa illər silib yaddaşımdan nağılını cırtdanın. Bəlkə bu çörək əhvalatı aclıq illərindən qalıb yadımda yadigar. Axı ömrün nə qədər cirə çörəkli, səksəkə ürəkli günləri var. Bəlkə süd doğrayan motal papaqlı çoban o da mənim fantaziyamla doğub. Səsim çatmır, ünüm yetmir deyəm ana, ay ana. And içirəm südünü mən. Qayıtmaram çobanın üstünə. Demərəm çörəyimi qaytar. Nə qoyun verib gəlin alaram, nə gəlin verib saz. Nə nəğmə qoşar, nə saz çalaram. Apar məni cırtdan nağılının dünyasına. Nə xəstələnərəm, nə qocalaram. İndi nəvəmə danışıram. Biri vardır, biri yoxdur. O tez kəsir sözümü. Niyə yoxdur? Niyə? Hə? Deyə. Bir gün danışacaq o da nəvəsinə bu qocalmayan, bu ölməyən cırtdan nağlını. Neyliyim? Səsim çatmır. Ünüm yetmir deyəm ana, ay ana. Öyrətsənə mənə. Necə gedim illəri axarı tərsinə. Ayağına tikan batmış cırtdanın ölkəsinə. İldə bir ay məzuniyyətim var. Nə dincəlməyə, nə əylənməyə getmək istəyirəm, nə yaylağa. Bircə dəfə gedə bilsəydim cırtdan nağılına. Bu mümkün deyilsə ana, nağlı çağır gəlsin bizə. Alçaq eyvanlı, çiy kərpicli divarlı, 7 illik lampalı evimizə. Mən də gəlim, sən də. Sən 35 yaşında, mən 8. Sən danış, mən qulaq asım cırtdan nağılına. Radiosuz, nigaran xəbərsiz, raketsiz. Biri vardı, biri yoxdur.